Günlerden 5 iyundu. Bugün represiya qurbanı olan böyük şairimiz Mikayıl Müşfiqin doğum günüdür. Görkəmli şair Mikayıl Müşfiqin anadan olmasından 117 il ötür. Mikayıl Müşfiqin atası Mirzə Əbdülqədir 1902-ci ildə Xızıdan Bakıya köçüb. 1908-ci ildə isə oğlu Mikayıl Bakının Dağlı məhəlləsində dünyaya gəlib. Müşfiq hələ 6 aylıq ikən anası Züleyxanı, 6 yaşında isə atasını itirib. Anasının vəfatından sonra atası onu Xızıdakı qohumu olan Səfiyə xanıma verib. Mirzə Əbdülqədir 6 aylıq Mikayılı bibisi qızı Səfiyə xanıma verəndə onun da Gülhəsən adlı körpəsi var imiş. Müşfiqlə süd qardaşı olan Gülhəsən onunla qohumluğuna görə repressiyadan qaçmağa çalışıb. Buna görə də yaxınlarına Türkmənistana getdiyini deyib. Əslində isə Zərdab rayonunda məskunlaşıb. Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olan Mikayıl Müşfiq həm yaradıcılığı, həm də faciəvi taleyi ilə yaddaşlarda silinməz iz buraxıb. Onun həyat yolu Sovet repressiyalarının qurbanı kimi bir çox sənətkarın yaşadığı acı taleyi əks etdirir. 1930-cu illərin sonlarına doğru Sovet rejiminin sərt repressiya dalğası Müşfiqi də əhatə eləyir. O, xalq düşməni kimi ittiham olunaraq 1937-ci ildə ad günündən bir gün əvvəl həbs edilir. 1109 nömrəli məhbusun 1938-ci il yanvarın 5-də 20 dəqiqəlik dırnaqarası məhkəmə keçirilir. Məhkəmə isə ona edam cəzasını məhkum eləyir. Müşfiq bu qərardan bir gün sonra, yanvar ayının 6-sında güllələnir. Şair 1956-cı ildə SSR Ali Hərbi Məhkəməsinin qərarı ilə bəraət alır. Mikayıl Müşfiq repressiya dövrünün qurbanı olsa da, onun poeziyası və sənətə verdiyi töhfələr Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində əbədi olaraq yaşayacaq. Sevgi vardır ki, dodaqlarda açar güllərini. Sevgi vardır ki, biraz qar kimi, rüzgar kimidir. Sevgi vardır, oxudur qəlbidə bülbüllərini. Öyle bir sevgi mənim ruhumu oxşar kimidir. Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür. Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu. Sevgi vardır ki, düşər yerlərə daim sürünür. Öyle bir sevgidə min türlü xəyanətlə dolu. Sevgi vardır ki, bahardan bizə güllər gətirir. İçicə qum və zəhər, qoxlama qəlbin qanıyar. Sevgi vardır, üzü xoş, daxili bir qorxulu yar. Sevgi vardır, bizə çox dadlı əməllər gətirir. Fəqət həbsində qaranlıq gecələr kölgəsi var.